Bugün Bakıdakı İdraç Liseyindən təcili tibbi yardım briqadası vasitəsilə kliniki tibbi mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Bu barədə kanalımıza kliniki tibbi mərkəzdən məlumat verilib. Bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub, xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur. Xatırladaq ki, bugün İdraç Liseyində 10-cu sinif şagirdi atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Müdafiə Nazirliyinin en saylı hərbi hissəsinin əskəri vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, əskər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib. Mərhum Masallı rayonunun Qızılağac kəndində dəfn edilib. Unikalın məlumatına görə quru qoşunlarında xidmət edən Sadıqov vəfatından 10 gün əvvəl yanvarın 26-sında hərbi xidmətə gedibmiş.